Demək, 86 onluq üstəgəl 756 təklik və üstəgəl 57 yüzlük nəyə bərabərdir? İlk öncə verilən şəkil cihazının altına xətt çəkək. Sizə qısa yolunu deyəcəm. Bax, həmin şəkil üçün üstünə xətt çəkirsiniz. Sonra 86 yazırıq bura. Onda neçə sıfır var? 1. Ona görə 86 yanına 1 sıfır yazırıq. Üstünə gəl 756 yazdıq. Təkdə neçə sıfır var? Sıfır yoxdur. Ona görə heç bir şey yazmırıq. Sonra üstünə gəlirik 57 yazırıq 57-ni. 100-də neçə sıfır var? 2. 57-nin də yanına 2 sıfır yazırıq. Bitdi. Başlayırıq hesablamağa. 0 üstə 6 6, 6 üstə 0 6, 6-nı yazırıq. 6 üstə 5 11, üstə 0 11, 1 yazıb 1 yadda saxlayırıq. 8 üstə 7 15, 15 üstə 7 22, üstünə yaddaşı 1 yazırıq 23, 3 yazıb 2-ni yenə yadda saxlayırıq. 5 üstə də həmin yadda olan 2 edir 7. Oldu 7316. Sonra gördüyünüz kimi 785 təkrar verilib və biz onları həm yüzlük, həm onluq, həm də təkrar şəkildə göstərəcəyik. Baxaq. Yüzlükdə duran ədəd tapırıq bura. Neçədir? 7. Ona görə yüzlükün qabağına 7 yazırıq. Onluqda duran ədəd tapırıq burada. Neçədir? 8. Ona görə onluqun qabağına 8 yazırıq. Təklikdə duran ədəd neçədir? 5-dir. Ona görə burada 5 yazırıq. Demək 7 yüzlük, 8 onluq, 5 təklik. Bizə bir dənə ədəd verib və deyir ki, həmin ədədlərin ədəd ortasını tapın. Ədədlər də görünür. 41, 81, 45, 36, 66. Qaydası da belədir ki, ədədlər toplayıb bölürük nəyə? Sayına. Bu da 81, 45, üstəgəl 36, üstəgəl 66 böl 4 deməkdir. Sayını bərabər edir. Bərabər 4. Deməli 5 üstə 1 6 üstə 6 12 12 üstə 6 18. 4 üstə 8 üstə 4 12 12 üstə 3 15 15 üstə 16 21 o da 1 22. Bu da neçəyə bərabərdir? 5-ə 57. Deməli ədəd ortası neçədir? 57. İzahlarımız bu qədər. Videomuz üçün faydalı oldusa videoya rəy bildirməyi, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Təşəkkür edirəm. Uğurlar.